Доктор Давид, можно ли определить признаки аутизма во время беременности? Uşaqda, döldə daha doğrusu autizmin əlamətlərinin olub-olmamasını ayırd eləmək olarmı ki, daha sonra bax bu əziyyətləri çəkməsin valideyn? С гарантией определить эти признаки во время беременности невозможно. Təəssüf ki, heç bir yəni qarantiya vermək olmur. Yəni hamiləlik dövründə uşaqda var, yoxdur onu demək olmur. То есть есть уже достаточно статистики, как бы в мире есть статьи на эту тему. Скажем, курение матери повышает риск аutizma tam примерно на 40%. Hamiləlik dövründə ananın məsəl üçün deyək ki, siqaretdən, tütün məhsullarından istifadə etməsi, alkoqol içkilərdən istifadə etməsi, hələ mən narkotik vasitələri demirəm, yəni bu kimi pis vərdişlərdən istifadə etməsi risk qrupuna gətirib çıxardır. Да, другие вредные привычки тоже повышают риск аутизма. Там разные привычки повышают в разной степени. Pis vərdişlər, yəni buna bir, belə deyim də, yol aça bilər, ola bilər. Потом есть проблемы, возникающие в процессе беременности, которые тоже повышают риск ребенка с аутизмом. Hamiləlik dövründə olan xüsusi hamiləlik dövrü ilə bağlı olan problemlər də belə gətirib çıxara bilər. Nevrologiические проблемы. Нет, у матери это может быть, например, диабет беременных, это может быть преэклампсия, то есть всякие такие состояния. Hipoksiya, təzyiqlə bağlı olan müxtəlif xəstəliklər. Преэклампсия. Это такое очень неприятное состояние, когда почки не справляются у матери, и тогда возникает интоксикация. Böyrək çatışmamazlığından əziyyət çəkən analarda bu baş verə bilər. Это очень опасное состояние. Bu çox ümumiyyətlə hamiləlik dövründə böyrək çatışmamazlığı, böyrək problemləri xüsusi olaraq hamiləliyə çox pis təsir edir. Yəni родители еще больше должны дать внимание после рождения ребенка, что у них могут быть такие признаки. Такие дети еще больше должны на них внимание обратить. Повышенный риск нарушения развития. Dövründə bu xəstəlikləri keçirmiş analar doğuşdan sonra uşağa daha çox diqqət göstərməlidirlər ki, birdən ola bilər ki, hansısa əlamətləri hiss edərək gözdən qaçar. Очень часто вот такие Daha проблемы. həssas yanaşmalıyıq. Очень часто такие проблемы возникают у матерей, у которых есть нарушение работы щитовидной железы. Maddələr mübadiləsinin pozulması, ümumiyyətlə bax, mədə-bağırsaq sistemində olan müxtəlif problemlər də gətirib buna çıxarda bilər. Yəni bu, belə deyim də, Yosifə xanım misal üçün də belə bunları sadalayır ki, bax bu hallar olarsa daha ehtiyatlı, daha həssas yanaşmaq lazımdır. У таких матерей часто рождаются дети, у которых у самих как бы щитовидная железа работает не на 100%, а работает с гипофункцией. И как бы это необходимо знать прямо с самого начала, потому что таких детей легко компенсировать, если им добавить вовремя гормон. Əziz tamaşaçılarımız, söhbət qalxana bənzər vəzdən, yəni belə deyək də, el arasında deyirlər, zob xəstəliyindən əziyyət çəkənlər ki var. Bax, bu xəstəlikdən əziyyət çəkənlər də hamiləlik dövründə mütləq şəkildə öz sağlıqlarına və gələcək doğulacaq uşağın sağlığı ilə bağlı çox həssas, çox diqqətli olmalıdırlar. Reklam fasiləsinə ayrılırıq, reklamlardan sonra yenə davam edəcəyik.